Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Məlumata görə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayon ərazisində BD markalı 77 VK 571 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb. Emin Oruczadə müvafiq qərarla həbs olunub. Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı qeyri-etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb. Oruczadə müvafiq qərarla həbs olunub.